Salam dostlar, necəsiz? Bugün sizinlə ilk uzun YouTube videomuzu çəkirik. Ümid edirəm ki, bu video sizin üçün maraqlı olar. Biz burada bugün qaymaqlı makaron hazırlayacağıq. Gəl Səhman. Sən niyə orada dayanmışsan? Deməli, nə edirik bugün? Qaymaqlı makaron hazırlayırıq. Bilirsən ki, yəni hər dəfə hazırladığımız bir şeydir. Yəni, niyə bunu seçdik? Düşündük ki, ilk videoda biraz asan olsun. Deməli, nə edirik? İlk öncə soğan doğruyoruz. Toğruna doğrayalım. Necə doğrayayım onu? Böyle uzun böyük böyle sonra. Uzun yoksa kubik? Yox, balaca doğramada çox balaca olmasın. Bilirsən axı 3 dəfə verəm bizdə bunu. Qaymalı makaron. Demək, sənlə danışmaq istəyirəm demək hansı mövzunu. Yadına gəlirsə ilk dəfələrdə mən necə yemək hazırlayırdım. Nişanlı vaxtlarımızda. Nişanlı olmuş sizə gələndə. Hə, biz necə yemək hazırlayırdım ama. İstəyirəm deyəsən, necə yeməklər hazırlayırdım de. Mən çox qəşəng idi, sadəcə bəyənmirdim. Ağzımın dadını bilmirdim, nə daha doğrusu. Sonradan ağzımın dadını biləndən sonra gördüm ki, yəni indi amma mən daha yaxşı pişirdim məncə. İndi elə düşünürsən, amma əvvəl yox, əvvəl də eyni cür pişirdim. Sadəcə sonunda hələ ağzımın dadını bilmirdim. Formalaşandan İşdən çıxıb gəlirdim də sizə. İşdən çıxıb gəldim, yəni nə? Nə qoydum qarşıma? Ya pomidor yumurta, ya da nə? Kaşıqla qızartmış. Sən onu istəyirdin də bilirsən. Pomidor yumurta elə bir 2 dəfə yemişdilər. Mən indi də elə pişirirəm pomidor yumurta. Bu deyək ki, pomidorları dairə kimi doğra, dairə kimi doğra, üstünə pişsin pomidor, üstünə də yumurta belə səpişdirək ki, pomidor qızartması. Bizdə elə pişirirdik. Bizdə niyə elə pişirirlər? Amma pomidor yumurta elə olmur axı normalda. Mən pomidor yumurtanı keçirirdim, yəni ya balaca var, çox balaca doğruyordum. İndi restoranlarda da elədi onu sonra. Nəysə. Kartoşkaların da jelimon kimi olur. Bu da niyə elə oldu? Jelimon. O niyə elə olur deyim də. Çünki sən gələnə yaxın mən tez-tez pişirirdim. Qəhvəhlə yeyirdim lan. Mən onu tez pişirirdim. Sən gələnə... Sən onları uzunmasın edirsən, hə? Hə. Neyse onları doğrayayım da mən. Nə yenirdin demək? Qoy duram. Sən gələnə qədər mən pişirirdim onu. Sadəcə qapağının altında gözləyirdim ya, o elə yumuşalırdı. Yəni tez pişirirdim də, sən gələnə... İzahım verirsən. İkisini də doğrayayım. Hə. İkisi də halda olsun. Demək neynədik? Burada soğanları doğradıq. İndi öyrənmişsən. Öyrənmişəm, yoxsa bilirdim. Öyrənmişsən. Yox, düzdür, arada bilmədiyim şeylər var. Məsələn, nə idi bilmədiyim şeylər? Sizə gələndə təzə-təzə heç bilmədiyim şeylər var idi. Anam deyirdi ki, aman soruşurdu ki, bəs şeydir, yəni qaynanam. Soruşurdu ki, bəs bir yeməyi bilirsən. Deyirdim, hə, bilirəm, amma heç onun haqqında məlumatım yox idi. Gedirdim, YouTube açırdım, qırana qoydum belə gizlincə. YouTube'a baxa-baxa nəyəsə hazırlayırdım. Yaxşı ki, orada deyirdi ki, qoy birinci mən hazırlayayım. Belə doğramayız, biraz eləyirdi dolabı, nədir? Biz nə vaxt belə doğramışıq şey üçün makaronu? Sən videoya görə bilirəm, məsələn, həyəcanlandım. Bunu iri doğra, belə doğra. Əslində balaca yapışıb da. Yox, balaca xoşlanmam belə. Əslində mən bir dəfə balaca doğramışdım, sən mənə dedin ki, belə olmur. Necə oldu? Balaca yaxşıdır. Çox xırda da olmazsa. Yox, biraz sən çox xırda elədin, onu iri. Belə uzun eləmə. Uzun, belə kəs var. Belə. Fettuccine Alfredo. Neyse onlardı? Qaymalı makaron. Qaymalı makaron. Demək, soğanları əlavə elədik. Mən soğanını çox sevmirəm. Ümumiyyətlə biz soğan sevmirik deyə çox az əlavə elədim. Biraz da üzərindən zeytun yağı əlavə edirəm. Bu qədər. Şeylərə heç onun soğanını əlavə eləməyim. Yox, soğansız olmur. Məncə soğansız necə olar? Dadlı olmaz axı. Həmişə soğanla eləmişik. Belə. Hə, əti doğradım. Əti doğradım da, onu soyğun olmalı soyğun. Demək, mən soğanı doğruram. Bir şey yoxdur, amma su qoymalıyıq birinci. Nə? Su.
Nədən danışırıq ya? Demək, soğanı biraz qovururuq, çox yox. Nasıl bağlamalı, biraz ölçülük. Biraz da suyu da doldurup gətirdik. Bunları toyuqları bu şəkildə doğradıq. Suyu yarıya qədər. Soğan biraz öldükdən sonra bunları əlavə edəcəm. Bilməyəcəm, bunları normalda əslində deyirlər ki, yumaq olmaz. Biraz sinərsin də, yəni təmizdir. Amma mən biraz yuyacaq. Yuyaq biraz. Bir koy da qaynasın. Ayaqlarım cips almışdır və səndən krablı. Onu gətirərsən arada Kratil yıkalı. sınıyar onu gətirərsən. Soruları yudum, biraz suyu çəkilsin. Bu torqları əlavə edəcək. Şeylə də onu qoy. Sən suyunu qaynasın. Əslində öncə suyu qoymalıydı. Ben əsli yanından çıxdı. Bunu onu qədər silək. Bayaq aldığım cipsini gətir. Bir də Bu da. Bastır. Krablı. açaq. Belə bir arazdan cips aldıq, krablı. Neçə vaxt görürdüm? Ben birinci səfə deyəcəm. Krab çox yiyirəm, amma çipsi. Hesabı çipsi, list kimidir bu, ha? Hə, listi. Qabdadır, yoxsa Yox, elə. açılır. Birinci dəfədir mən krablı chips yiyəcəm onu. Ha, 2 dənəmiş. Bəyənməyəcəm onu. Altı şey kimisi var. Bu da tatlı. Niye ki geçen, ay sonrası pisiymiş. Xarab balıq iyi gəlir. Nerede onun adı? Sen de. Var ya bir tane böyle. Neydi onun adı? Qallaşdırmada olur ya balıqlar. Açıb yiyirsən, neydi o? Ha? Stumbriya istəyirəm ondan. Dadı geçməkdir. Hı? Ne tarafa geldi biraz? Orada sen düşmüşsün ama. Geçməkdir dadı. Yiyəndə onun adı gəlir axı. Gelmiyor, normal cipsiler Normal gelir. chips. Onu yiyəməyəsən də. Qoxusudur. Qiymətli çikolatalı gətirince də satıyorum mən sabah falan belə bir şey. Necə dadı geçmiyor? Dadı normal. Yəni ki bildiğimiz cipsdir, krab dadı gəlmir. Hem klasik chips olur, duzlu. Dostum, dostum. Amma iyisi gəlir. Burnunuzu tutun yiyin. Çok da gəlmir. Öyle yaxın iyiləyəni gəlir. Dünyada gəlib də, belə narahat eləmir adam. Böyle normal yemək var. Neyse, mən o şey əlavə edeyim əti. Kamera saxla, bura gətir də gənə. Kamera saxla. Belə, biraz soğanlar öldükdən sonra toyuğun balaca doğradığımız sinətlərini əlavə edirik. Burada da suyu qoymuşam, qaynasın. Su qaynadıqdan sonra bu makaronu əlavə edəcəm. Bu makaronu demək olar ki, ilk dəfə də alırıq bunu. Bunu ilk dəfə də. Onu heç görməmişdim. Biz alırdıq azzadan, belə o yumru olurdu da, hə, onu. Makaron ad dilində deyildi ya, bilirsən? Doğrudan, haradaydı? Bəlkə səhv. O vesovoy şeylər var.
şeylər, düyülər, nə bilim. Qreçkalar, pisoklar falan. Vesovoy olan yerdədir bax bu. Orada vesovoy makaronlar da var. Bax orada bu tərəfdə yox idi, imin orada idi. Biraz tuz əlavə edəcəm. İndidən. Duz. Daha sonra biraz salçıq. Görə qəşəng olsa da bundan alarıq. Özü ölçüsü də yaxşıdır. Yoxsa bundan yaxşı olacaq. Amma azadakının dadı qəşəngidir də. Bu da İtalyanskiydi da. Bu da İtalyan. Biraz da istiot. Azada keç də gözəl idi, amma bunun bu da yaxşı olan inşallah. Hə, altını? Yox, altını söndürməmişəm. Qaz gəlir. Şuna bax. Nəyin altı söndür? Bunun. Söndürmüşəm, bunu söndürmüşəm mən sonra. Öməli bilsin. Normal çipsiymiş bu. Mən elə bildim yəni dadında da olacaq, amma dadında heç qətiyyən yox. Mən də xoşum gəldi. Amma qəşəng dadı. Sən nə yoxdadı? Qoxusu biraz balıq qoxusu gəlir. Pringles'ın sadələri var. Ona oxşadır. Sadədir də, hə. Dostum. Dostum, bir qoxusu var biraz vəssalam. Gələn dəfə başqa növünü alarıq. Orada təkcə bu deyildi. Orada istiotlu idi də. İstiotlu, ədviyyatlı. Bir də maraqlı nə var idi orada? Bir dənə istiotlu idi da. O bizlər Normal cəv var. Normal göyərti, çeşitli. smetan. Fərqli bir şey. Getdiyimiz o Kitay mağa şey var idi, amma orada var fərqli şeylər. Gəlmirsən. Oradakı lafsırlı şeylər, çipsilər məncə daha onun dadı gələr. Gələn dəfə elə bir şey. Krabın dadı gələr. Oradakılarda birlikdə gedərik ora, həm oradan başdan çəkərik videonu. Gedərik oradan həm alarıq, maraqlı şeylər var idi. Biz də aldıq, prosta... Aldız mən göstərmədim, sözlü uşaqlarına. Hə, videosunda çəkənmədi. Nə qədər şey aldıq oradan fərqli. Çox qəşəng endirimlər var idi. Məsələn, 2 manatlıq, yəqin ki, alınmır deyə. Pişiyin keyfi idi. 2 manatlıq Pişik. biz yemədik, pişiyə verdik. Çox şey 2 manatdan, 3 manatdan düşmüşdü 1.20-yə, 60 qəpiyə. Düzdür, yeyiləsi bir şeylər deyildi. Yəni, mən yeyə bilmədim. Sən yeyə bilərdin. Bu 2 dənə qalmışdı, neysə, açmamışdır. Hə. Nə bilim. Bilirsiniz nə daha iyisi gəlirdi çoxsundan da? O Dilimi soğanı qovurursan, nəyi var? Soğan iyisi gəlir ha. Evlərdə soğan qovurursan gəlir. Amma o ət var idi bir dənə, pişiyə atdım. Hə. Normal bildiğin ədviyyatda ət olur. Belə bir irisi var idi, qoxusu var idi. Hələ onun içində bir dənə yumurta var idi, şey. Ay, o içi qaralır, o yumurta, o necə yeyirlər? Yəni mən onu elə bildim, jelibondur da, jelibon yəqin ki, o Özdə onlarda bir dənə şey var, küflədirlər yeməyi, nəysə. Küflərinin üstü belə küf olur. Sonra onu necə yeyirlər? Biz onu isə zəhərlər yeyək. Mən o sushi zaddır, məsələn, yiyəndə elə bilirəm ki, şampun paraşotu yeyirəm. Mən adi bir gün qalmış yemək qalır, məsələn, axşama. Evləm yeyirsəm zəhərlənəcəm. O şey qoyurlar, turşu olur yanında. Zəncəfil turşusu. Hə, evet olmuyor, bilmirəm. Bildim də azı Onun necə iş yoldaşım var, deyirəm sushi falan 5 mekan, sevirəm, ölürəm ondan ötəri. Şey deyə, kişidir. Sevirəm, ölürəm ondan ötəri falan deyirəm, o bir dənə salat şey olur, yanında turşu olur. Nədən olur? Dedim, zəncəfil turşusu. Ramiz sabununun dadı gəlir ona. Deyir, ölürəm ondan ötəri. Ramiz sabununun, bildiğin Ramiz sabununun dadı gəlir ona. Elə bir sabun yiyirəm onu yiyəndə. Biz keçən dəfə aldırıq sushi. Saxlamısan elə onları. Bunları atmamışam. Deyə onu deyirəm də, hə. Pul vermişik deyə atmamışam. Neyse biz keçən dəfə, hər dəfə Deyə bunu deyirəm, bunu. Bildiğin Ramiz sabunu. Bu zəncəfil ola bunu qıvırmız. Zəncəfildir. Baxın da yiyeyim. Hər zəncəfil deyir, doğru. Bildiğin Ramiz sabunu, bunun paltarlayanız adat iyisi yaz. Demək, biz hər dəfə videolara baxırıq, o belə ləzzətlə yeyirlərlə bir günə 70 dənə yedik, 50 dənə yedik, alırıq gedib. Neçə dəfə elə olub gedib almışıq, hətta gedib yerində də yemişik.
Belə hər növünü Bir almışdıq. dəfə getdik yerində yedik, biz yaxşı yerdə yedik də, yəni belə sıradan bir yer deyil. Orada oturduq, yedik, nəsə bizlik deyil. Sonra evə də aldıq. Nəsə ürəyim istəmişdi. Sonra bir neçə ildən sonra dedi, yəni ürəyimiz istəyir. Bəlkə bir dəfə də şans, bəlkə ora yaxşı deyildi. Yoxlayaq. Eyni şey. Biraz o qızarmış, Biraz qızarmış, yəni dumaq olur da. krablı olan var idi, Onu qızarmış. biraz dumaq olur da. Onu yenə nəsə. Amma onun da yemisi necə? 3 dənə, 5 dənə yemək olar. Elə bir şey gücünü sərf verirlər ki, bunu yedə. Nə məcbur da. Nə məcburdur da o. Amma Nihat yedi də gördün. Nihat üstü altı etdən yedi. Üzə şey eləmədi, iyrənmədi. Milad da ki belə açırdı, içindən yosununu çıxardırdı, qoyurdu qırağa ki, bu göyərtidir, bunu yeyirəm. Yəni onun yeməyini nəsə yemədi. Açdı tökdü içini, çıxartdı. Mən də sevmədim. Düzdür, sevməsək də pul vermişdik də yedik, 9 dənə mən yedim. Sən də 10 dənə yedin də, səhv eləmirəmsə. 9 dənə mən yedim, 10 dənə sən yedin. Nihat da yedi 5-6 dənə. Yeyərsən, o qədər də yenə dəyişən belə üfunət deyil. Yemək olar. Prosto nə məcburdur da. Nə məcburdur ki, mən onu yeyəm. İllərlə yeməsəm yadıma düşməz. Amma bir dəfə də gedərik də. Biz hara gedərik? 28-də. Interesin bir şey var, onun asıllığı var. Elə ki, getmək istəyirsən ora, onu yemək istəyirsən. Gedirsən, hər dəfə də qayıdırsan, gəlirsən. Ki, bu deyildi, niyə belə oldu? Biz niyə gəldik bura? Amma bir müddət keçir üstündən, deyirsən ki, yox. Bir dəfə də yeyim də. Nə olacaq, hə? Nə, belə bir asıllıq yaradır aklımda elə bir. Var elə bir şey. Bir də biz hara getmək istəyirəm. 28-də bir dənə bilmirəm, bizim əvvəlki evimiz tərəfdə. Bildin ha? Bizim bina tərəfi yox, bu birisi tərəfdə. Bir dənə çox qəşəng sushi restoran açılıb. Hər şey var orada, nudullar var, fərqli ətlər var, pişiriblər. Açan açılmış. Orası bir 2-3 il öncə görmüşəm onu. Belə şeydə də görmüşəm. Hər biz, bizim bina başladı, bu tərəfində qalırdı. Ev dönən kimi. Bildim. Dönən kimi sağda. Çox qəşəngdir, bir interyer zadı, çox maraqlıdır. Videolar, oradan paylaşımlar görürəm. Yəni gedənlərin paylaşımları. Yer maraqlı olacaq, gedəsən eyni şey. Nasıl o şəkil çəkdirəm? Bizim ağız dadımıza uyğun deyildi. Zorla bir dəfə də bir şans verələ, bəlkə oldu. Bəlkə bu dəfə Bəlkə niyə nə məcbur deyil? Yeyirəm də heç olmamı. Niyə yemək? Nə məcbur deyil? Mən gərək elə sushi yeyəm. Məncə bir dənə baxmalar gedib. Hələ bir dənə yer var ya, orada artıq paltar da qoyublar, giyinirsən. Yiyəndən sonra papağı falan var başqa. Biz birinci getdiyimiz məkan elə görmədin orada interiyerdə. Bu başqadır. Onların qaşıqlı, kasıb qabları, boş qabları, hər şeyləri Çox elə. maraqlıdır. Biz girdik məşəyə, oradakı marketdə, Çin marketi idi də adı. İçəri girirsən, deyirsən, ardına hər yerdə Çin dilində yazılıb, satıcı Çin. Elə bilirsən ki, bu dəqiqə zəhərlənəcəksən. Yox, mən hiss eləmədim. Yox. Hələ içəridə içkiləri var, içəri yerdə iki hissəli idi də. Birinci otaqda belə abur-cubur. İkinciyə keçirsən maraqlı çayları, gülləri, Çaylarını içmək olar bəlkə. onları məsələn, gəl birlikdə gedərik, videosunu çəkərik onun həm girişdən, tam sona qədər videosunu çəkərik də. Həm necə aldıq, nə qədər qiymətli oldu. Məncə maraqlı olar hamıya. Biraz mənə bir dənə belə deyəndə balaca bir dənə nanə lazımdır üstünə qoymağa. Bu da ölmüşsəm. Bir dənə, bir çıqqan verdə bir çoldu deyilmədi. Bir qəşəngini tap. Bunun yanın karşı biraz ödün yapın. Yaxşı, sağ ol, çox sağ ol. Bunu bizə gətirdik, bunu da siz yiyin. Bir dənə lazımdır, makaronuz da qoymağa. Uşaq yeyə bilmək yox, yeyirəm. Bayaq çox. Yeyə bilmək üçün. Uşaq yeyə bilməyib, indi gör. Bizə gətirir. Bu qədər bəsdir. Deyirəm ki, mənə bax, bu lazımdır. Hətta bax, bunu yarsın. Niyə deyirsən? Makaronuz da qoyacam. Makaron. Baxın, necə maraqlıdır, qəşəng. Bunu doğrayacaqsan, yoxsa nə qədər? Yox, elə üstünə qoydum. Görmərsən? Qoy bir dənə yuyur. Hə, yox, mütləq lazım. Yoram. Yox, lazım. Da su qaynadı. Bunlara bu hansı pişirir görəm? Çox olmaz hamısı. Həmişə pastalı pişirirsən, həmişə. O birisini hamısı pişirmirəm adətən. Hazırdakını. Eyni şey var, çəkir gəlir. Hələ yemirlər, o da yarmış olar.
Bunlar qırmıram ki. Baxın belə. Bunları qırmayacağım çünki qıranda xoşuma gəlmir. O vaxt mən makaron belə qoyurdum həmişə. Mama məsələşirdi. Belə qoyma, qır. Yemək axıcı olur götürmək. Yox, hayır, bu şey qırmazlar. Qırmazlar ha, bilirəm. Mamam da vaxt qırırdı, belə eləyib dözdə ortadan, böyle Ha, qırırdı, mənimki hoş 3-4 yerə bölürdü. spagetti olmurdu da, o olurdu. Vermiş. Nə bilim nə. Belə, bunlar biraz aşağı düşdü, ağzını bağlayırdım. Burada da bunu hazırladım. İndi bu da hazır olsun, qaymağını əlavə edəcəm və qarışdıracağım ona. Qoy birində əlavə eləyək. Aa, yox, onun kimi yiyəcək. Yox, hamıya Yox, hamıyım. Birdən qonaq zat gələr, qoy bunu da qoyum deyəm. Birdən qonaq zat gələr. Yəni, bunu görsə qonaq gəlməyəcək. Az da xo, sanki. Yox, yaxşıdır. Yox, nə tamam. Amma qaç bura, sağ Allah. Fettuccine Alfredo. Biz Mado'da yemişdik bir dəfə, mən almışdım makaron. 11 manat verdim bir dənə. Demək makaron içində bir dənə makaron içində bir dənə makaron idi. Makaron var. Həqiqətən bir dənə Dəqiqdir ki, o makaron var idi orada. bir dənə makaronu idi. Bir də yəni makaronların rəngi biraz qızarmışdı. Bilinirdi ki, yəni tomatı deyil. Bir də üstünə biraz sarımsaq tozu, biraz da yəni gözlə balaca görünə biləcək şəkildə da şey yox idi. Pendir var. Bağlayım Mozzarella. Hə, bağla. Düşdü də aşağı. Biraz da mozzarella pendiri, o da yalandan. Mozzarella. Xəbəri var idi ki, o mozzarella. Yəni dadı da heç nə 11 manat 50 qəpik. Dadı var idi ki. Sən nə almışdın? Mən makaron almışdım, sən nə almışdın? Mən ancaq nə bir ət almışdım da, qarışıq. Hə, sənin qabağından götürüb yeyirdim. Qarışıq Hər şey ızgara. üstədə olur, nəysə. Qızarmış tərəvəzlər, kaçka, ətlə belə şeylər. Demək, bu yaxınlarda nə olacaq? Bilirsən də yəqin. Bu yaxınlarda hansı möhtərəm Yadımdan çıxır. Ayda deyirəm ki, günah məndədir Allah. O qədər özəl günlərin hamısını bir 6 ay öncədən proqnoz verirəm ki. Elan, bir dənə elan belə yazıb yapışdırıb gəzmədiyin qaldı. Görsən vicdik yoxdur da. Gərək mən heç nə deməyəm sənə. Görüm sənin özünün yadına düşəcək. Yəni o deyirləri həyat yoldaşımın yadına düşməli falan. Heç mən sənin yadından çıxmağa qoymuram da. Ona görə yəni sənin yadından çıxmır. Bu dil Nikazada yazmışsan. 6 ay Hər öncə. səhər duranda deyir. O şey Maşa deyir. Ad bilmə, 149 bin qaldı. Ha, eyni. Qoyursan ki, yaddan çıxsın. Yəni qoyum ki. Hiç deyirəm də, gərək biraz şey deyim, çox bilmiş deyil ya. Maraqlı olsun da, belə yaddan zatdan da çıxsın. O da bir hekayə. Vallahi da. Ay, yaddan çıxsa, biraz fikirləşirdim onu. O hekayənin sonu olacaq. Hekayə olmayacaq. Mən fikirləşirdim ki, bu bizdən yaxşı Səhmanın heç yadından çıxmada bu özəl günlər. Sonra fikirləşdim. Sonra fikirləşdim ki, mən hər şey deyəm. İmkan verirəm ki, yenə yadımdan çıxsın. Bir dənə qaymaq bəs eləyəcək. Hə, inşallah sevirəm. Normalde 2 dənə su daha yaxşı olardı, amma inşallah sevirlər. Qaymağı verir, kəsim onu. Bilirsən ki, bunun şokoladlısı da var. Qaymağı? Şokoladlı fettuccine. Yox, bilmirəm. Sən onu buna kəsin. Şokoladlı fettuccine. Neredeydi? Bilmirəm. Güzel idi. İyi də onda, bəs niyə gətirdiniz? Bitti ki. Götür onu yesin onu. Bir dənə qalıb axı burada, gətirmişsiniz. Ha, onu götüreyim. Oğlum görmürsən, bunu demirsən? Götürdüm onu. Gətirdin, sonra... Demək, bu makaronun üstünə əslində 8 dəqiqə yazılıb, amma yəni çox pişməlidir, bərkdir. 8 dəqiqədən çox da pişib. Məsələn, mən bu qədər bərk sevmirəm. Uşaqlar da sevmir. Ona görə bu 8 dəqiqə pişməlidir. Pasta. Görə İtalyanlar makaron niyə pasta deyir, hə? Pasta di semola di grano duro. Söz Hiss olunur. Hiss olunur ki, yox. Primelucci. Nəsə var. Felicalla.
Xoruz nəyə var ya? Bunu bilmədim. Başa düşürəm. Hazır Antika qoyuyorum. marka Siciliano. Makaron süzeceğim. Makaron 500 gram. spagetti. Eğer ki yaxşı olmasa. Ha, bu ixalçı Arazdır, Araz supermarket. Yəni amma oranın deyil də. Oranın deyil, İtalyansıdır, amma ora elə bir ixalçıdır. Hətta ora gətirir, ancaq Araz. Yəqin onda ancaq şeydə olar, Arazda olar da. Bilmirəm. Spesial. Amma maraqlıdır görünüşü. Margarita. Grano Siciliano. Biraz da pişsin. Araz. Mən biraz əti soyudub əlavə edirəm, çünki isti-isti əlavə edəndə çürüyür. Yəni o qənə-qənə qalır. Görürsən də sənin içində. O hissəsi var artıq sənin. Hətta biraz da soysun. Sonra birlikdə altını yandırırsan, biraz qızır, yəni ehtiyac yoxdur da. Çox qızmasın. Onu qarışdıracaqsan, makaron. Demək, biraz bunu soyduruq. Soyduqdan sonra üstündən nə əlavə edirik? Belə olanda çürümür. Əslində, normalda bu çox qaymaqlı olmalıdır. Ancaq bizdə uşaqlar sevmir. Ona görə, amma mən çox sevirəm. Amma sən də sevirsən, hə Səhmən məncə? Sən gəlib demişdin bunu hazırla. Hə. Yox. Xoşum gəlir. Əslində bunu heç altını yandırmaya da bilərsiniz. Eyni dad olur. Amma bir damcı altını yandıracam. Belə. Yəni belə bir ləzzətli olur. Qaymağı yaxşı oldu, bol oldu. Makaron da Bir pişsin. dənə fazla olur. Əlavə eləyək. Yaxşı oldu. Onsuz demək olar ki, 99% bir dənə əlavə edirik həmişə. Makaron artıq, yəni 20 dəqiqə yaxınlaşır. Qaynayır, hələ də yumşalmağını sevmədik, yəni bərk gəlir bizə. Ona görə biraz da qaynadıram. Bir 2 dəqiqədən sonra götürəcəm. Yəni qəşəngdir görüntüsü. Burada artıq makaronu süzürəm. Məncə kifayətdir. Belə. Nə yiyəcəm indi bunu? Bu dəfə qatmayacağam bura, çünki videoda qəşəng düşsün istəyirəm. Onun üçün indi qaba əlavə edib sizə göstərəcəm. Yox. Valla mən də balaca doğramışdım, sən bəyənməmişdin. Nəysə, yeməyimiz hazırdır. Baxın belə oldu, göz haqqınızı halal edin. Dadına baxır. İndi yeməyi pişirməyə kömək elədim də, yəqin ki, buranı qışdırmağı da kömək edərsən. Ya. Sən video yansın. Gör məni tapırsan. Tapacam, kömək eləməlisən. Gedirəm anam gilə. Həmişə işlər mənə qalır. Bunu necə yeyək? Qaşıq olsaydı qaşıq. Qaşıq var da, öyle götür. Ehtiyac yoxdur. Belə yeyərik. Tatlı oldu bax. Beğendim. Məncə restoranda bu yeməyi məsələn qiyməti 15-16 manat olanda məncə bir porsiya. Məncə özün qəşəng oldu. Rıqabı götürür. Mən Gülsara gedirsən, mən də yeməğim oradan. İndi burada sağollaşmadım. Sağollaşaydın da sən. Demək, sən get istəyirsən, mən sağollaşıram. Sağ olun, sağ olun. Bu videomuz ilk videomuzuydu. İnşallah ki izləmə sayına və
abunəçi sayına baxacağam. Yəni inşallah ki artım olsa, video sevilsə, videoların davamı da gələcək. Bizi izləmək üçün kanalımıza abunə olun, videonu bəyənin. Hər kəsə uğurlar. Hara getdin? Məni niyə gözləmirsən?